Bismillahirrahmanirrahim. Qardaşlar, sizə yeni bir möcüzə göstərəcəm. Vurma cədvəlindədir. Bu möcüzə 6236 ayəsinin tamamına gəlir. Bax, yəni vurma cədvəlində olan rəqəmlərin cəmini hesablayanda 6236 rəqəmi yer alır. Vurma cədvəli isə çox əhəmiyyətli bir şeydir. Yəni, riyaziyyatın ilk açarıdır. Quran-ı Kərimdə də 6236 ayə var. İndi gəlin, baxaq, görək, necə baxsaq onu görə bilərik. Əvvəla, deməli, Yunan alimi Pifaqorun təyin elədiyi vurma cədvəli var. 1-dən 10-a qədər yazıb. Vurma cədvəli 2 cür olur. Biri var, alt-alt olur. 2 vur 2 bərabərdir 4. 2 vur 3 bərabərdir 6. Bu cür gedir. Sanki kuplet şeirlərdir. Bir də var ki, Pifaqorun təyin elədiyi. Bax, bunların cəmi 6236 rəqəmin göstərir. İndi necə baxsaq, necə görsənəcək? Bax, bu çox əhəmiyyətlidir. İndi onu bildirim ki, deməli, əvvəla izah eləməmişdən öncə deyim, Bismillahirrahmanirrahim, Elhamdülillahi Rabbil Alemin, Sallallahu Muhammed və Ali Muhammed. Deməli, burada solğun görəsiniz. Bəlkə də tam aydın görməyəsiniz. Amma özünüz Google-a yazsaz Pifaqorun riyaziyyat cədvəli, vurma cədvəli 1-dən 10-a qədər gələcək. 1-dən 10-a qədər. Onları özünüz hesablaya bilərsiniz. Necə hesablayasınız? 1, topla 2, topla 3, topla 4, topla 5, topla 6, topla 7, topla 8, topla 9, topla 10. Neçə elədir? 55. Sonra ikinci cərgəni hesablayasınız. Neçə elədir? 56. Üçüncü cərgə 112, 168, 224, 280, 336, 322, sonra 448, 504 və 560. Bunları cəmləşdirəsiniz. Cəmləşəndə 3135 rəqəmi gələcək. Ondan həmən bu rəqəmdən 17 çıxasınız. Qalacaq 3118. Bu rəqəmi vuracaqsınız 2-yə. Qalacaq 6236. İndi mən bilirəm ki, deyəsiniz ki, 6236 çıxmadı, ondan 17-ni çıxdım. Sonra şeylədim. 2-yə, özü təzdən 2-yə vurdun həmən rəqəmi. 6236-nı o cür yaratdın. İndi burada siz bir dənə niyə 17 çıxdı? Nə üçün 17 çıxıldı? Həzrəti Peyğəmbərimiz bizə 2 əmanət qoydu. Allahın kitabı və itirətim olan Əhl-i Beyt. 2 əmanət. Allah Teala'nın kitabı 6236 ayədən ibarətdir. Bəs Əhl-i Beyt neçə dənə ayədən ibarətdir, neçə dənədir? Əhl-i Beyt 5 nəfər idi qabaq. Peyğəmbər, Əli, Fatimə, Həsən, Hüseyin 5 nəfər. Amma siz bunu 5 görürsünüz, mən 17 görürəm. Niyə? Çünki kilsə hədisində var ki, Həzrəti Cəbrail də gəldi 6-cılardan oldu. Həzrəti Cəbrail deyir ki, ya Rəbbi, mən də olar, sən ki, bütün hər şeyi, kainatı yaratmışsan, Əhl-i Beytdən, əbanın altında olan 5 nəfərdən ötəri, o icazə verirsə, mən də 6-cılardan olum. Allah da icazə verir. Fikir verin, deməli, 5-in də oldu 6. İndi əbanın altında 6 nəfər mi vardı? Xeyr. Niyə? Çünki Hüseynin belində olan 9 imam əbanın altındaydı. 9 imamın ruhu İmam Hüseynin belində olaraq. Həzrəti Muhsin ya Əlinin belində, ya Həzrəti Fatimənin bətnində əbanın altındaydı. Və müqəddəs ruh, Cəbraildən əlavə başqa bir varlıq var, müqəddəs ruh.
O da Peyğəmbərin canındaydı. Deməli, 14 məsum kimdir? 12 imam, Peyğəmbər və Fatimə. 14 məsum topla Cəbrail, topla müqəddəs ruh, topla Muhsin. Neçələdir? Yəni 14-ün üstünə 3 gələndə neçə eləyir? 17. Yəni kök əslində tam, kamil, necə ki Quran 6236-cı ayə tamamlananda kamilləşdi. Bunların kamil 17-dir. Çünki Cəbrailə çıxsaq, vəh gəlinir. Həmən 6236 ayəni göndərən bir varlıq tapılmır. Əgər Cəbraili qoysaq ora, amma Peyğəmbər çıxsaq, Cəbrail vəhi kimə gətirəcək? Əgər əlini çıxsaq, kim Quranı düzgün başa salacaq? Əli və övladları və Həzrəti Fatimə anılatdır. Və onun bütün övladları və şəhid olan Muhsin, Əhl-i Beyti ilk şəhidi, Əlinin belindən gələn və Fatimənin bətnindən çıxan kişi cinsi özü də bu imamlardan, məsumların hamısından daha məsum. Uşaqdır. Əlinin belindən gələn Fatimənin bətnindən çıxan kimi də şəhid olan, şəhadəti də alnında artıq yazılmış olan, gör nə gözəlliklər içindədir bu Muhsin. Deməli, 17 varlıqdan söhbət gedir və namazımız da 17 rükətdir. Fikir verirsiniz, 17 rükət namazımız var. İndi biz bu cür baxanda 6236 və 17, indi mən ona görə əlimizdə olan bu rəqəm ki var idi, bunları hesabladıq. Gəldi 3135, ondan 17 çıxdıq. 6336 rəqəminin bizə izah edən 17. Müqəddəs ruh Cəbrail deyil. Əleyhisselamdan elə bir hədis var. Deyir, anam mələsin, sən fəqih görmüsən, mən sənə deyirəm ki, müqəddəs ruh Allahın yaratdığı bir ruhdur ki, Peyğəmbərin canına girdi, sonra da mənim canıma girir və sonra da başqa imamların. Həzrəti 12-ci imamın canındadır. Mələklərdən deyil, cinlərdən deyil, insanlardan deyil, başqa bir xüsusi varlıqdır ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, qiyamət günündə Allah qarşısında təzim eləyər ruh və mələklər. Fikir verin, ruh yenə birinci gəldi, mələklərdən üstün oldu. Deməli, əlimizdə olan hansı rəqəm oldu? Bu rəqəmsal dəyərincəm 3135 çıxdıq 17, elədi 3118, bunu 2-yə vurduq, elədi 6236. İndi siz cavab, sual verə bilərsiniz ki, nə üçün 2-yə vurursan, 3-ə vur, 4-ə vur, 5-ə vur. Çünki bu riyazi sistemdə ancaq bir şeyin cavabı 2 dəfədən vurulur. Bilinir. Necə yəni 2 dəfədən? Fikir verin. Məsələn, bax, 3 dənə 2 neçə eləyir? 6. 3 dənə, bax, fikir verin, bura 3 dənə 2 elədi 6. Bəs 2 dənə 3 neçə eləyir? 2 dənə 3 də 6 eləyir. Fikir versiniz, gah yuxarıdan başlayıram, sonra bu tərəfə və ortada cavabı var. Gah da aşağıdan başlayıram yuxarı. Yəni, ancaq burada belə gedir. Məsələn, 1 dənə birim neçə eləyir? 1. 2 dənə 2 neçə eləyir? 4 dənə 4 neçə eləyir? Amma deyəndə ki, məsəl üçün, 7 dənə 2 neçə eləyir? 14. 7 dənə 2. Bəs 2 dənə 7 neçə eləyir? 14. Fikir verirsiniz, 2 sualın cavabı, yəni 2 dəfə var. Və Həzrəti Peyğəmbər əleyhissalama deyir ki, Cəbrail mənə bu 2 dəfə Quran oxutdu. Bu da deməkdir ki, mən artıq dünyadan gedəcəm. 1 il ərzində hər il 1 dəfə Quran oxutdururdu. Bu il 2 dəfə oxutdurdu. Fikir verin, 2 dəfə. Və Quran-ı Kərim 2 dəfə nazil olub Peyğəmbərə. 1 dəfə Hira mağarasında birbaşa hamısı, sonra tədricən yavaş-yavaş müəyyən hadisələr baş verəndə həmən ayələr təzədən yenə gəlir. Fikir verin,
Yəni yenə 2 dəfə. Biz də onu 2 dəfəyə vuranda gəlir rəqəmsal dəyər çıxır 6236-ya. Siz də deyərsiniz ki, riyaziyyatdır da bu. Məsələn, vurma cədvəlidir. Hə, bu cür çıxdın, topladın, belə oldu. Bu riyaziyyatın köküdür. Yəni vurma cədvəli riyaziyyatın köküdür, bünövrəsi. Burada 6236 ayənin gizlənməyi onu göstərir ki, Allah Teala hər şeyi bu 6236-da təyin edib. Yəni Quran-ı Kərimdə ayənin sayı 6235 gələ bilməzdi, 6237 gələ bilməzdi. Bunlar hamısı riyazi sistemə görə Allah Teala bunların hamısını düzüb qoşub.